Qazaxın 3 anklav kəndi Soflu, Bərxudarlı və Yuxarı Əskipara və Kərki kəndinin qaytarılması Ermənistanda geniş müzakirələrə səbəb olub. Zəngəzur dəhlizinin açılması sərhədin bu istiqamətdə delimitasiyasını aktuallaşdırdığı üçün ilk növbədə Kərki kəndinin qaytarılması gündəmdədir. Nikol Paşinyan isə anklavlar məsələsinin həlli çərçivəsində başkəndi geri ala biləcəklərini iddia edib. SSR dövründə ermənilərə verilən başkənd Ermənistanın anklavı hesab olunurdu. Rəsmi İrəvan Azərbaycanın 4 anklav kəndinin qaytarılması qarşılığında başkənd məsələsini gündəmə gətirir. Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan isə təklif edir ki, onlar başkənddən imtina etməlidirlər. Artsvaşeni başkəndi alacağımız halda Tiqranaşeni, Kərkini Azərbaycana verəcəyik. Tiqranaşen Azərbaycana strateji məqsədlər üçün lazımdır. Mən dəhşətli görünən fikir söyləyəcəm. Ermənistan hökuməti Artsvaşenlə Tiqranaşeni barter etməlidir. Buna nail ola bilməsək, əminəm ki, növbəti mərhələdə Azərbaycandan Ermənistana qaçqınların qayıdışı, Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı baş verəcək. O deyib. O qeyd edib ki, Ermənistan Kərki ilə başkəndi barter edə bilməsə, o zaman fərqli siyasət yürütməlidir. Stat. Tiqranaşeni qaytarmamalıyıq. Artsvaşendən imtina etməliyik. Bu prosesi 20-30 il təxirə salaraq vəziyyəti xeyrimizə dəyişə bilərik. Statın sonu. Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizində dəmir yolunun hansı istiqamətdə reallaşdırmaq istədiklərini açıqlayıb. Paşinyan, Mehri, Naxçıvan, Araz-Dəyən, Qarakilsə marşrutunu təklif edir. Erməni baş nazir bildirib ki, onların şərq-qərb dəmir yolu ilə bağlı öz baxışları var. Stat. İstədiyimiz marşrut belə olmalıdır. Azərbaycandan Mehriyə, oradan Naxçıvana, sonra Yerasxa, Araz-Dəyən və Axurikdə Qarakilsə Türkiyə sərhədinə qədər davam etsin. Paşinyan diqqətə çatdırıb ki, bu marşrut üzrə kiçik bir ərazidə bərpa işləri qalıb və bununla bağlı işlərə başlayıblar. Stat. Azərbaycan artıq Qars-Dilucu, yəni Qarsdan Naxçıvana dəmir yolunun tikintisinə başlayıb. Axurik-Yerasx, Qarakilsə Araz-Dəyən marşrutu bir neçə milyard dollar xərcləməmək üçün əlavə fürsətdir. Biz bu istiqamətdə işləyirik, o deyib. Erməni baş nazir Zəngəzur dəhlizinin reallaşması ilə bağlı cədvələ malik olduqlarını da vurğulayıb. İlin sonuna qədər tərtib olunmuş mətnlə hüquqi məsələləri yekunlaşdıracağıq. 2026-cı ilin birinci yarısında bundan irəli gələn bütün qərarları verəcəyik. 2026-cı ilin ikinci yarısında isə tikinti işlərinə başlayacağıq. Layihənin həyata keçirilməsinə heç bir maneə yoxdur. Çünki bütün mübahisəli məsələlər Vaşinqton bəyannaməsində yer alıb. Bizə sadəcə razılaşmanı yerinə yetirmək qalır. O diqqətə çatdırıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.